Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün sizlərə inşallah Rahman surəsinin oxunma qaydasını öyrədəcəm. Bir neçə hissəyə öyrədəcəm ki, oxumaq sizin üçün rahat olsun, yorucu olmasın. Başlayaq. Bismillahirrahmanirrahim. Əlifdir. Ə. Ra hərfinin üzərində şəddə var. Ər-ra. Ha hərfinin üzərində cəzm var. Ər-rah. Mim hərfində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Ər-rahmanu. Burada vəqf-i la gəlib, fikir tamamlanmayıb. Ona görə nun hərfinin n kimi yox, nu kimi tələffüz edirik və oxumağa davam edirik. Ayn hərfidir. A. Ləm hərfinin üzərində şəddə var. Allə. Bu isə mim hərfi. Mə. Ləm hərfinin üzərində cəzm var. Alləməl. Qaf hərfi. Qu. Ra hərfinin üzərində cəzm var. Qur. Və burada vəqf-i müddət gəlib, fikir tamamlanıb. Ona görə burada dururuq. Nun hərfinin n kimi tələffüz etdiyimizə görə məddi arız qaydasıdır. Əlifi bir əlif miqdarından 4 əlif miqdarına qədər uzadırıq. Uzada bilərik. Alləməl Qur'an. Ər-Rahmanu alləməl Qur'an. Xa hərfidir. Xaləqa. Xaləqa. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində isə əsrə gəlib i kimi oxunur. Xaləqal-i. Nun hərfinin üzərində cəzm var. Sonra sin hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Sin hərfində də həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və nun hərfini yenə burada vəqf-i la gəldiyinə görə nə kimi tələffüz edərək oxumağa davam edirik. Xaləqal insənə. Ayn hərfidir. A. Ləm hərfinin üzərində şəddə var. Alləmə. Mim hərfidir. Alləmə. Hə zamirində isə özündən əvvəl cəzm və yaxud da ki, hərfi məd gəlmədiyinə görə bir əlif miqdarı uzadırıq. Alləməhu. Ləm hərfinin üzərində cəzm var. Alləməhul. Bə hərfidir. Bə. Yə hərfini isə məddi arız qaydasına görə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Nun hərfini isə cəzimli nun kimi, n kimi tələffüz edirik. Alləməhul bəyan. İndi bir də oxuyaq. Xaləqal insənə alləməhul bəyan. Əlifdir. Ə. Şin hərfinin üzərində şəddə var. Əşşə. Mim hərfində isə cəzm var. Əşşəmsu. Bu sin hərfidir. Əşşəmsu. Vav hərfi və qaf hərfi və ləm hərfinin üzərində cəzm var. Vəl qaməru. Vəl qaməru. Əşşəmsu vəl qaməru. Bə hərfidir. Bi. Bu isə ha hərfi. Bihu. Sin hərfinin üzərində cəzm var. Bihus. Bə hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadaraq oxuyuruq. Burada məddi muraxxas gəlib. Vəqf-i muraxxas bağışlayın. Yəni ki, nəfəs çatmazsa dururuq. Əgər nəfəsimiz çatırsa oxumağa davam edirik və durarıqsa əgər təkrar oxumağa ehtiyac yoxdur. Təkrardan oxumağa ehtiyac yoxdur. İndi bir də oxuyaq. Bihusbənin. Burada tənvin gəlib. Sonra vav hərfi gəlib. İdğam-ı məl-qunnə qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Vav hərfini isə şəddəli oxuyuruq. Bihusbənin və oxunmayan əlif və ləm hərfləridir. Nun hərfinin üzərində şəddə var. Və nə. Cim hərfində isə cəzm var. Qalqalə edərək oxuyuruq. Və nəcmu. Bihusbənin və nəcmu. Vav hərfidir və
oxunmayan əlif və ləm hərfləri. Şin hərfinin üzərində şəddə var. Və şə, bu cim hərfi. Və şəcəru. Və şəcəru, yə hərfidir. Yə, sin hərfinin üzərində cəzm var. Yəs, bu cim hərfi. Yəscu, dəl hərfində isə hərfi məd var. Və burada məddi arız qaydası gəlib. Dəl hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Nun hərfini isə cəzimli nun kimi, n kimi tələffüz edirik. Yəscudən və şəcəru yəscudən. İndi bir də oxuyaq. Əş-şəmsu vəl-qəməru bi-husbanin vən-nəcmu və-şəcəru yəscudən. Vav hərfidir və oxunmayan əlif və ləm hərfləri. Və sin hərfinin üzərində şəddə var. Və sə, mim hərfidir. Burada məddi muttasıl qaydası gəlib. Yəni, hərfi məddən sonra həmzə gəldiyinə görə mim hərfini 4 əlif miqdarı uzadırıq. Və səməə, ra hərfidir. Ra, fə hərfi. Fə, a, hə. Ra, fə, a, hə. Hə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Ra, fə, a, hə. Vav hərfidir. Və, yenə vav hərfi. Və, dad hərfidir. Da, bu isə ayn hərfi. Və, da'a, ləm hərfinin üzərində cəzm var. Və da'al, mim hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mi, zə hərfini həmçinin bir əlif miqdarı uzadırıq. Burada hərfi məd var. Burada vəqf la gəlib oxumağa davam edirik. Və da'al mizənə, əlifdir. Ə, ləm hərfinin üzərində şəddə var. Əllə, bir hərf miqdarı uzadırıq. Əllə, tə hərfidir. Tə, ta hərfinin üzərində cəzm var. Qalqala edərək oxuyuruq. Tət, bu isə qayn hərfidir. Qa, vav hərfinin üzərində cəzm var. Tətğav, fə hərfidir. Fi, ləm hərfinin üzərində cəzm var. Fil, mim hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mi, zə hərfini həmçinin məddi arız qaydasına görə burada hərfi məd gəlib. Sonra nun hərfi arizi sükun olduğuna görə, yəni burada durmaq lazım gəldiyinə görə nun hərfini n kimi tələffüz edirik. Cəzimli nun kimi tələffüz edirik. Və burada məddi arız qaydası yaranır. Ona görə də zə hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər oxuyucunun istəyinə bağlı olaraq uzada bilərik. Mizən. İndi bir də oxuyaq. Vəs-səmə rafa'əhə və vəda'əl mizənə əllə təd'af fil mizən. Vav hərfidir. Və, bu isə əlifdir. Və, qaf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və, əqi, mim hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və, əqimu, ləm hərfinin üzərində cəzm var. Və, əqimul, vav hərfi və zə hərfinin üzərində cəzm var. Vəznə, bu isə nun hərfi. Və əqimul vəznə, bə hərfidir. Bi, ləm hərfinin üzərində cəzm var. Bil, qaf hərfi. Qi, sin hərfinin üzərində cəzm var. Bu isə ta hərfi. Bil qisti. Bil qisti, vav hərfidir. Və ləm əlifdir. Bir əlif miqdarı uzadaraq oxuyuruq. Və lə, tə hərfidir. Tu,
xa hərfinin üzərində cəzm var. Tux, si. Ra hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Tuxsiru. Ləm hərfinin üzərində cəzm var. Tuxsirul. Mim hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mi, zə hərfində həmçinin məddi arız qaydasına görə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik və nun hərfini n kimi tələffüz edirik. Tuxsirul mizan. İndi bir də oxuyaq. Və əqimul vəznə bil qisti və lə tuxsirul mizan. Vav hərfidir və ləm əlifin üzərində ləm hissəsində cəzm var. Əlif hissəsini ə kimi oxuyuruq. Vəl, ə, ro hərfinin üzərində cəzm var. Vəl, ər, bu isə qalın dad hərfidir. Ərda. Vəl, ərda. Vav hərfidir və yenə dad hərfi, da, ayn hərfi, a. Hə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və də'ahə. Ləm hərfidir, li. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Lil. Əlif hissəsini isə ə kimi oxuyuruq. Ə, nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və də'ahə lil ənəm. Və mim hərfini mi kimi tələffüz edirik. Burada vəqf-i la gəlib oxumağa davam edirik. Fə hərfidir. Burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Həmçinin hə hərfini də bir əlif miqdarı uzadırıq. Fihə. Burada gördüyünüz kimi vəqf-i muraxxas gəlib. Yəni ki, əgər nəfəsimiz çatmazsa burada dururuq. O zaman durarıqsa bu yuvarlaq tə hərfini h kimi, hə hərfi kimi tələffüz edirik. Oxumağa davam edəriksə tə kimi tələffüz edirik. İndi oxuyaq. Fə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fə. Bu kəf hərfidir. Ki. Bu isə hə hərfidir. Hə. Tə hərfinin üzərində ötürəli tənvin gəlib. Sonra vav hərfi gəlib. Tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Vav hərfini isə şəddəli oxuyuruq. Fəkihətun və oxunmayan əlif və ləm hərfləridir. Nun hərfində şəddə var. Və nə xa hərfidir və üzərində cəzm var. Və nəxlu. Bu pəltək zəl hərfidir. Hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Zətu. Burada əlif, ləm əlif gəlib. Ləm hissəsinin üzərində cəzm var. Zətul. Əlif hissəsində isə üstün hərəkəsi gəlib. Ə kimi oxuyuruq. Ə. Kəf hərfinin üzərində cəzm var. Ək. Burada məddi arız qaydası gəlib. Mim hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Əkməm. Zətul əkməm. Vəl ərda vəda'ahə lil ənəmi. Fihə fəkihətun və nəxlu zətul əkməm. Vav hərfidir və ləm hərfinin üzərində cəzm var. Vəl, bu ha hərfidir. Vəl ha, bə hərfində şəddə var. Vəl habbu, bu pəltək zəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Zü, ləm hərfinin üzərində cəzm var. Zül, a, ayn hərfidir. A. Sad hərfinin üzərində isə cəzm var. Zül asfi. Vav hərfidir və oxunmayan ləm əlif hərfləri. Ra hərfinin üzərində şəddə var. Və ra, yə hərfidir. Üzərində cəzm var. Və ray, bu ha hərfidir və burada dururuq. Ha hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Və rayhan.
İndi bir də oxuyaq. Vəl habbı zül asfi və rayhan. Fə hərfidir. Fə. Bu bə hərfidir. Fəbi. Bu isə əlifdir. Fəbiə. Yə hərfidir və şəddəli. Fəbiəyyi. Fəbiəyyi əlifdir. Ə üzərində məd işarəsi var. Bir hərf miqdarı uzadırıq. Ə. Ləm əlifdir. Burada mədd muttasıl qaydasıdır. Ləm əlifi 4 əlif miqdarı uzadırıq. Ələ i ra hərfidir. Ra. Bə hərfində şəddə var. Rabbi bu kəf hərfidir. Qu. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Rabbikumə. Tə hərfidir. Tü. Bu kəf hərfi. Kə. Bu pəltək zəl hərfidir və şəddəli. Tükəzzi. Bə hərfini isə yenə məddi ariz qaydasına görə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Burada hərfi məd var və nun hərfini isə n kimi tələffüz edirik. Tükəzzibən. İndi bir də oxuyaq. Fəbiəyyi ələi rabbikumə tükəzzibən. Xa hərfidir. Xaləqa. Xaləqa. Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində əsrədir. İ kimi oxunur. Xaləqal i. Nun hərfinin üzərində cəzm gəlib. Ona görə də ihva qaydasına görə nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Sin hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Xaləqal insənə. Mim hərfi mi. Nun hərfinin üzərində cəzm var. Sonra qalın sad hərfi gəlib. İhva qaydasına görə cəzmli nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Min sa. Ləm hərfinin üzərində cəzm var. Sal. Bu yenə sad hərfi və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Sal sa. Ləm hərfidir və burada əsrəli tənvin gəlib, sonra kəf hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Sal, salim. Kəf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kə. Ləm hərfində isə cəzm var. Kəl. Bu isə fə hərfidir. Fə. Xa hərfində həm şəddə var, həm də hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kəl fəxxa. Burada vəqf ila gəlib oxumağa davam edirik. Ra hərfini r kimi oxuyuruq. Kəl fəxxari. Vav hərfidir. Fə. Bu xa hərfidir. Xa, lə, qa. Və xaləqa. Ləm hərfinin üzərində cəzm var. Və xaləqal. Cim hərfidir. Burada məddi lazım gəlib. Yəni ki, hərfi məddən sonra şəddəli hərf gələrsə 4 əlif miqdarı uzatmaq məcbur, yəni lazımdır. Xaləqal cənnə. Mim hərfidir. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra mim hərfi gəlib. Burada idğamı məal qunnə qaydasıdır. Nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddə verərək oxuyuruq. Mimmə. Mim hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Mimmə. Ra hərfidir. Ri. Bu cim hərfidir. Və cim hərfində əsrəli tənvin gəlib. Sonra mim hərfi gəlib. İdğam-ı məal qunnə qaydasına görə nun, tənvindəki nun hərfini bir əlif miqdarı uzadırıq. Burnumuzda tələffüz edirik. Mim hərfini isə şəddə veririk. Məricimmi. Nun hərfinin üzərində cəzm gəlib. Sonra nun hərfi gəlib yenə. Burada idğam-ı misliyin məal qunnə qaydasıdır. Nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq.
Bu nun hərfini isə şəddəli tələffüz edirik. Minnə, ra hərfini isə r kimi tələffüz edirik və burada məddi arız qaydasıdır. Nun hərfini 1 əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Minnər. İndi bir də oxuyaq. Xaləqal insənə min salsalin kəlfəxxari və xaləqal cənnə min məricin min nər. Fə hərfidir. Fə. Bu bə hərfidir. Fə bi əlifdir. Ə. Yə hərfində şəddə var. Fə bi əyyi əlifdir. Ə. Ləm əlif. Burada məddi muttasıl qaydasıdır. Ləm əlifi 4 əlif miqdarı uzadırıq. Fə bi əyyi ələi. Ra hərfidir. Ra. Bə hərfində şəddə var. Rabbi. Bu kəf hərfidir. Ku. Mim hərfində hərfi məd var. 1 əlif miqdarı uzadırıq. Rabbikumə. Tə hərfidir. Tü. Kə. Pəltək zəl hərfi və şəddəli. Tükəzzi. Bə hərfidir. Və burada məddi arız qaydasına görə 1 əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Tükəzzibən. Fəbiəyyi ələi rabbikümə tükəzzibən. Bu qədər. Növbəti hissəni gələn dərsimizdə inşallah ki öyrənərik. Sağ olun, Allaha əmanət olun.